İndi bu günləri baxacağıq nəyə? Birinci, əslində baxacağımız olan şey oldu. ORM-ə baxacağıq. Bax bunun davamına. Yəni daha nə metodlar var və s. onlara baxacağıq. Amma ona keçməmişdən əvvəl birinci mən bir şey göstərmək istəyirəm burada. Bax bunu görürsüz. Bu bizə default gəlir də şeydir, rootda. Mən bunu izah eləməmişdim sizə. Gəl bir də buna baxaq. Normalda rootun baxın birinci parametri budur. İkinci parametri array'dir. Və array'in də sıfırıncı indeksində count class, birinci indeksində isə metodun adı idi. Yəni bura qədər bir keçmişik, sual yoxdur yəqin ki. İndi ikinci gəlirik. Bax bu cür nə yazılışa? Bu nə yazılışdır? Birinci parametr yenə linkdir, bax buradakı kimi. Amma ikinci parametrdə bir array yox, bir function yazılıb. Bu nə üçündür? Bu yəni əslində çox işlənən bir şey deyil. Prosta işlədə də bilərsiniz. Yəni necə işlədə bilərsiniz? Birbaşa nəsə bir kod yazmaq istəyirsinizsə, controller olmadan ortada, hansı ki heç vaxt elə bir şeyə inanmıram yazasınız, amma bu cür nə yolla yaza bilərsiniz. Yəni bu belə. Nə edirsiniz məsələn? Bir dənə root yaradaq məsələn, metod get olsun. Buraya yazaq məsələn bir dənə salam. Vergül atıb bir dənə function açırsınız. Qurtardı getdi. Və desəz ki, yaxşı mən bura məsələn postdan gələn data var necə əldə edirəm. Bax burada bir request yazsaz, burada prosta fikir verin. Illuminate HTTP yaz. Bax bunu seçməlisiniz request. Çox request var ona görə. Bunu seçsiniz, $request yazsınız, vəsə. Yenə də avtomatik bizə $post, $getdən gələn data var. Bu request gələcək. İndi bu belə klassdan uzun yazılıbsa, bunu burada yaza bilərsiniz. Məsələn, use request yazıb burada illuminate HTTP. Bu request'i buradan qısalda bilərsiniz. Bu cürünə qurtardı getdi. Request bu cürünə və ürəyiniz nə istəyir işlədin də burada. Məsələn, gəlin buraya yazıram return 12 məsələn. Bir dənə PHP artisan serve eləyək. PHP artisan serve. Okay. Və açıram. İndi burada /salam. Bax 12 qayıtdı ekrana. Səbəbi də odur ki, bura mən return 12 yazmışam. Və burada görürsünüz, sadə bir nümunə var. Return view welcome. Yəni view-nu da return eləyə bilərsiniz. Burada bizdə view welcome adında bir view var. Elə onu return edir Laravel default olaraq. Düzdür, vahiyyə çoxluq başlayanda bu silir cəmaat. Yəni bu mən elə belə saxlamışam bu cürlə. İndi niyə bunu dedim? Mən indi bir dənə kontrol yaratmaq istəmirəm. Promo bütün nümunələrimi burada yazacağam ORM-lə bağlı. Gəlin nədən başlayaq? Elə ən sadə keçən dərsdə bizim kateqori modelimiz var. Bunu belə yazanda bu opş gedir namespace yazır. Mən bunu istəmirəm olsun. Gəlin bura use kateqori yazın. Sonra use bizdə nə var? User var idi deyəsən. User. İndi kateqori yazsaq. Okay. Gəldi. İndi biz promo get yazanda nə idi bu mənası? $categories bərabərdir yazaq. Aşağıda return $categories yazaq. Bunun mənası o idi ki, select ulduz from categories gətir. Prosta bu niyə mənə heç nə gətirmədi? Kateqoriyam yox idi bazada. Select ulduz from categories seçdiyimiz yox imiş. Name animal yaradaq. Bunu command C, command V, description yaratdıq. Bir də bunu clone eləyim. Clone, bura animal 2 yazaq, animal 3 yazaq. Save elədik. İndi görək gələcəkmi? Gəldi. Okay. İndi mən bu select ulduz from idi. İndi gəlin buna neyini ən sadə yolla gedək. Məsələn, nədir bu ən sadə yollar? Birinci, yəni bunu selectini customizasiya edək. Məsələn, select ulduz from table yox, elə select məsələn name olsun ancaq. Necə eləyək bunu? Categories bərabərdir. Köhnəsini eyni adda variable yaradıram ki, köhnəsini baxmayacaq da, bura baxacaq əsas. Bax, normalda get yazı select ulduz fromdur. Bax, bir dənə metodumuz var, adı select metodunun adı. Adı selectdir. Bu select metoduna siz array də aça bilərsiniz və yaxud array açmadan promoy
select edəcəyiniz kolonların adını yaza bilərsiniz. İndi bizdə nə kolonlar var idi? Name, created by, məsələn created, gəl neyək? ID-ni gətirək və vergül name-i gətirək. Və səhifəni refreshləsəm, baxın, ancaq ID name-lər gəldi. Və bir də bu yazılış sizi çaşdırmasın. Normalda baxın, boşluqlar atıram, səliqəli görsənsin deyə. Siz bu boşluğu atmayıb birbaşa bax, belə də yaza bilərsiniz. Select, ID və name yazınız, qutardı, getdi. Amma bunu belə nə edirəm? Aşağı salıram ki, səliqəli görsənsin. Sadəcə məqsəd budur, qutardı, getdi. İndi sonra keçirəm nəyə? Tutaq ki, siz select yazmısınız. Sadəcə from'u da özünüz yazmaq istəyirsiniz. Nə mənada? Yəni from'u bir alias vermək istəyirsinizsə, çünki normalda bunun aliası özüdür axı. Yəni bu table'a müraciət edəndə categories.id yazırsınız, düzdür? Tutaq mən buna bir alias vermək istəyirəm. Necə verirəm bu aliası? Elə eyni bunu kopyalayıram. Bura bir dənə from atıram. From. Və siz bu from'a table'ın adını yazırsınız. Table'ın adı onsuz bilirsiniz. Categories as c. Və bunun sayəsində nə etmiş oldunuz? Siz from'dakı table'ın adını qısaltmağı bu yolla eləyə bilərsiniz. Yenə deyirəm, bu sadəcə from'u nə vaxt yaza bilərsiniz? Join zamanı from istifadə oluna bilər belə, amma join istifadə eləməsəniz from'a ehtiyac yoxdur. Elə select yazdınız, qutardı, getdi yəni. Sonra keçdik nəyə? Bu ikisindən sual var. Aydın. Okay. Keçdik növbəti. Tutaq ki, məsələn, sadə bir where yazmaq istəyirəm. Where yazırsınız. Where-ın müxtəlif işlənmə yolları var. Hamısını bir-bir göstərəcəm. Ən sadə where-dən başlayaq. Məsələn, ID 4-ə bərabərdir və yaxud da name animal-a bərabərdir və yaxud da və s. Yəni bərabərliyi necə eləyirik? Aha, o keçən dərs destroy'da yazırdıq. ID, bəli, ID 4 yazırıq. Bunu first eləyə bilərsiniz, get eləyə bilərsiniz, fərqi yoxdur. Yazdıq, səhifəni refreshdirəm, nə oldu? ID-si 4 olan gəldi. Və yaxud da bura kolonun adını dəyişirsiniz, name yazırsınız, bura string şəklində name yazsınız, eyni şey baş verəcək. Bunun üstündə çox qalmıram. Getdik nəyə? Davam edirik. Mən istəyirəm ki, ID-si 4-dən böyük olanlar gəlsin. Baxın, bu zaman nə baş verəcək? Bu zaman o baş verir ki, biz bura promoy 4 yazmırıq. İkinci bir parametrə böyükdür yazırıq. Üçüncü parametrə 4'ü yazırıq. Yəni nə deməkdir bu? ID böyükdür 4. Və yaxud da 4-dən kiçikdir istəyirsənsə, kiçikdir işarəsi qoyursan bu cürlə. Böyükdür, kiçikdir. 3 dənə parametr oldu metodda. Bax, burada 2 dənə parametr var, burada 3 dənə parametr var. İndi gəlin yoxlayaq, işləyirmi? Məsələn, mən bunu first eləmişəm. Get eləyim bir dəqiqə. Elədim. Səhifəni refreshlədim. 5-6 gəldi. Səbəbi odur ki, bu 4-dən böyük 4'ü saymır. Böyükdür, bərabərdir yazsaq, 4, 5, 6-nı sayacaq. Bu bizim böyükdür işarəsi. Keçdik növbətiyə. Növbətimiz odur ki, məsələn, adı animal-a oxşarları gətirir. Yəni, like söhbəti var. Like-ı necə eləyirik? Bura yazırsınız name, bura yazırsınız sadəcə like. Və bu parametrədə nə istəyirsiniz yazırsınız? Məsələn, animal. Prosta animal-a oxşarlar istəyirsiniz, əvvəlinə, axırına faiz atırıq. Yazıza gəlsə. Səhifəni refreshləsəm, baxın, 3'ü də gəldi. Yəni, mən bura başqa bir söz yazsam, məsələn, pingvin. Səhifəni refreshləsə gəlməyəcək, çünki pingvin deyə bir şeyimiz yoxdur. Amma ani yazsam, məsələn, animalda ani var. Bax, gələcək. Bu cürlə. Oxşarları da bu cür gətirir. İndi faizləri özünüz SQL-də bildiyiniz kimi tənzimləyirsiniz. Əvvəl atırıq, axırını atırıq, yaxud da yazmasanız da olar. Sonra bizdə where-də nə var idi? Where-də bizdə in var idi. Where id in məsələn. Neyinirik? Birincisi. Bu artıq where i hərfi, n hərfini işlədirik bu cürlə. Nədir bu? Where id yazırdıq in, sonra mötərizə açıb yazırdıq. İndi necə olur? Metodun adı where indi. Birinci kolonun adını yazırıq. İkinci isə bir array. Bu array içində nələrimiz varsa. Yəni, bunu yazmaqdan where in hazırdır bizdə. Səhifəni refreshdirəm, heç gəlmir. Gəlin bura
Məsələn 4 və 6 yazım. Ancaq 4 və 6-nı gətirəcək. 4, 6. Yəni ID-si nədirsə onları gətirəcək bizə. Sual varmı? Bəs 2 dənəsini necə dalbadal gətirək? Həm ID-si 4-dən böyük, həm də nəsə. Okay, qəşəng sualdır. Deməli, Cəfərin sualı odur ki, əndi və yaxud da oru necə yazaq? Aha. Dollar kateqorisi bərabərdir. Kateqori query. Məsələn, birinci yer əndi yazaq. İstəyirəm ki, animal-a oxşarlar gəlsin. Bu cürlə. Ani ilə oxşarlar gəlsin. Və bir istəyirəm ki, ID-si məsələn 5-dən böyük olanlar gəlsin. Böyükdür, məsələn 5 olsun. 4-ü götürməsin də. Get. Deməli, nə oldu? 2 dəfə where metodunu çağırdıq. 2 dəfə where və yaxud da 5 dəfə, 10 dəfə fərqi yoxdur. Bu cürlə çağıra-çağıra gedə bilərsiniz. Bu end verir. Bəli, nə qədər çağırsan, bu end atır. Yəni başqa heç bir şey atmır. Gəlin buzu yoxlayaq. Refreshdirəm səhifəni. 5 və 6-nı gətirdi, animal 2, animal 3-ü gətirdi. Nə oldu? Bunları enddən gətirdi. Bəs yaxşı, deyə bilərəm ki, mənə or şərti ilə gəlin belə eləyək. Bunun adını dəyişim. Üçüncünü gəlin qoyaq. Məsələn, pingvin yox, sport qoyaq. Bu kateqoriyadır. Sport, bu olsun məsələn, animal 2 olsun elə gəl. Tamam. İndirəm ki, mənə animalın oxşarı və yaxud da sportun oxşarını gətir. Və yaxud da, yəni or demək istəyirəm. Yəni həm animal oxşar, həm sport oxşar. Necə yazacaq? Deyirəm ki, name like animal, yəni animal oxşarları gətir bu heç öz yerində. Bir də deyirəm ki, bax, name like sport oxşar. Sport. Amma məsələ o yerdədir ki, bu bizə kəsişməsini gətirir, enddir. Bəs necə deyim ki, mən bu or olsun. Bu da ki, where, or where daha doğrusu. Or where. So, nə oldu? Bura or where atsan, bax bunların kəsişməsi sənin neyəcək? İkisindən biri true'dursa gətirəcək. Yəni or şərti bilirsə, ikisindən biri true'dursa onları gətirir. Birinciyə yazsaq, onu da işləməz. Mütləq axırıncıya yazmalıyıq. Nə yazsaq? O or verəni ikinci yazdıq. Yerin fərqi yoxdur. Hə. Bu cür də yazsan, səhifə refresh. Var imiş ki fərqi. Yerin fərqi var imiş. Or where. Maraqlıdır. Mən bildiyim qədərlə fərqi yox idi, fərqi var imiş. Heç nə. Axırıncıya yazdım. Gəl belə eləyək. Bir şey göstərmək istəyirəm sizə. Görün nə göstərəcəm. Baxın, bu or where'dir. Bunu hələ saxlayın, bir şey göstərəcəm. Bax, burada get sözünü görürsünüz. Biz nə keçmişdik? First və get. Burada ToSQL deyə bir anlayış var. Bu nədir ToSQL? Sənə bu klasslarla, metodlarla yazdığın kodun SQL-ni göstərir. Bax, indi ToSQL yazıq. Görün ekrana gələcək. Səhifəni refresh edirəm. Böyüdürəm. Yazıb ki, select UDOs from categories where name like sual or name like sual. İndi sual niyə yazır burada bunun yerinə? Çünki təhlükəsizlik üçün yazıldı. Biz prepare execute yazırdıq onun üçün. Okay. Bax, bunu ToSQL elədim. Nə gəldi? Name like or name like. İndi gəlin bir daha bundan yerini dəyişək. Görün nə baş verir. Bu ilə biz sualımızı cavab tapacağıq. Səhifəni refresh deyirəm. Görün nə oldu? Name like and name like. Deməli, buradan nə nəticə çıxartdıq əslində? O nəticəni çıxartdıq ki, bu birinci yazılanda baxır əvvəlinə. Əgər əvvəlində bir where varsa, götürür ora or atır. Yoxdursa elə promo birbaşa nə edir? Bunu yazır. Sonra gəlir neyimiz bizim digər where'imiz. Digər where'imiz nədir? Baxır əvvəlinə. Əvvəlində başqa bir where var? Hə, var. Deməli, end atır. Yoxdursa, end zad atmır. Yəni, bu orla endin fərqi odur ki, özündən əvvəldə nəsə varsa ora or atır, yoxdursa da şeydir. İndi bu cür işlənmə səbəbi də odur ki, bu baxdı özündən əvvələ end where var deyə end atdı və end atanda nə oldu? İşlər pozuldu. Uzun sözün qısası. Birinci parametrə, birinci where-a deyək. İlk where-a orun və yaxud da or olmamağın bir fərqi yoxdur yəni.
Bu baxır ki, onsuz məndən əvvəl ver yoxdur, götürür promo ver yazır. Yəni ora endə baxmır yəni. Aha. Bir də bu ToSQL şeydir. Biz gedib environment-da məsələn MS SQL-ə dərsə o götürüb bizə MS SQL-in sintaksını Bəli, verəcək. bəli. Bu cürlə. İndi nə edirəm? Mən bunu getə qaytarıram ki, data gəlsin ekrana. Bu cürlə. Bu suala da cavab tapdıq. İndi istəyirəm ki, bax belə bir şey olsun. Yadınızdaydısa bizim bu cürlə bir şeyimiz vardı. Select uses from categories və ya məsələn name, like, files, animal və bir də istəyirəm ki, and mötərizə açırdıq yazıya gəlsə. ID bərabərdir 5 or ID bərabərdir 4. 4 yox 6. Və yaxud da bura or da yaza bilərik və yaxud or yazıb bura end yaza bilərik. Bu cürlə. Bunu run eləsəm nə olur? Animal-a oxşarlar gəlir. ID-si 5 və ID-si 6 var gəlir. Bura or yazıb bura end yazsaq nə olacaq? Ancaq 5 gələcək. Okay. Bu komandımızın məqsədi nədir? Deyirəm ki, mənə animal oxşarlığa gətir. Çox mənasız bir SQL query-dir, amma məqsədim odur ki, istəyirəm ki, burada bir promo şərti olsun. Bir də mötərizəli bir şərt olsun. Bilirsiniz niyə? Bu mötərizəli olanda nə olur? Girir içinə baxır. İçindən hər hansı biri true olarsa, sonra gedir bu ilə kəsişməsinə baxır. Yəni mötərizə çox vacib bir şeydir əslində. Okay. Bəs bu mötərizəni bunlara verilir necə yazaram? Ən sadə nümunə. Burada ucu biraz kafa var, qarışa bilər. Gəl neyək? Birinci kodumuz nədir? Bax bura qədər. Like animal. Bunu zaten yazmışıq. Bax burada. Düzdür? Buradan sonra nə gəlir bizə? End gəlir. Ona görə nə etməliyəm mən bura? Adi ver işləyəcəm. Düzdür. Əla. İndi məsələ odur ki, bax burada bir mötərizəmiz var. Mötərizə olanda nə etməliyik? Bura promo bir Sənin içində ver yazacaq. Hə, elə bir şey istəyirik, amma onu biz klasslarla necə eləyək? Bax bizə parametr olaraq artıq function yazacağıq. Və burada dollar query yazıram. Və bu bir parametrdir. Functionda bilirsiniz ki, parametrin adının heç bir fərqi yoxdur. İndi niyə biz bir function yazdıq? Düşünün ki, bu function bu mötərizəyə bərabər bir şeydir. Yəni biz mötərizəyə almaq üçün düşünün function yazırıq. Ən loru dildə belə desək. Bəs yaxşı necə yazacağıq bu ID 5, ID 6-nı? Bax bu query-ni də yazmaqda məqsədimiz elə odur. Buraya yazıram ki, dollar query və ya name və ya biz ID ilə işləyirik. ID 5. Okay, ID 5-i yazdıq. Buradan sonra or gəlir və ID 6 gəlir. Bunu necə yazarıq? Or where ID 6. Yazdıq bunu. Vəsə. Bu nə baş vermiş oldu? Bir funksiya içində normalda biz bu kodu where or where promo yaza bilərdik. Onu yazsaq mötərizəsiz olacaqdı. Yəni bu mötərizəni silirsən, bunu silirsən. Bax bunun cavabı görün fərqlidir. Niyə fərqlidir? Bu nə edir? Gedir baxır animaldır və yaxud da ID 5-dir və yaxud da ID 6-dır. Bu o deməkdir ki, bu or tərəfdən sonra bu ID 6 true'dursa buna da baxır. Amma mötərizəni açsam nə baş verdi? Animal olsun. ID-si 5 və ya 6 olsun. Bu cür bir dənə data gətirir mənə. Bayaqki ilə bu fərqli bir şeylər. Yəni mötərizəsi də böyük bir anlayışdır. Bir mötərizəni götürür, ümumiləşdirir içindəkiləri, sonra OBC ilə kəsişməsinə baxır. Nəsə, mötərizəni bu cür yazırıq. Functiondan sonra artıq query ötürdüyümüz parametrindən bunun ardını yazırıq. Yəni bu cürlə. Hətta bunun üstünə içinə bir dənə mötərizə, bir dənə function açırıq. Tutaq ki, məsələn, bura bir dənə də end yazıb mötərizə açsaq, yenə də eyni cür davam eləyirik, gedəcək də sonsuz sayda. Belə yazırıq. Where function yenə də bura yazırıq dollar query və yenə də bura dollar query yazıb query-vizin ardını gedə bilərsiniz. Ya bu cürlə. Onu da qaytarım. Əgər lazım olsa bu situasiyanı işləyəcəyi narahat olmayın. Bu da bizim
nə oldu? Və mötərizəli verimiz. Bu da belə. Məncə verilləri hələ ki bura qədər saxlayaq kifayətdir. Biz keçək biraz limit, group by, join və s. onlara baxaq. Gəlin prosto bir dənə relation quraq. Bizim var table'ımız users. Users'ı gəlin bir dənə user əlavə eləyək. Əlavə eləmirəm. Bu buradan promo olurdu axı. Üstə gələ basırdıq. Sağ klik eləyim. Tamam. Məcbur ki biz əllə eləyək. Insert into users. Name'ini əlavə elə. Passwordunu əlavə elə. Böyük ehtimal məcbur xanadır. Sonra bizdə məcburi başqa bir dəqiqə. Biz hansı table, biz bunu üstə sağ klik edib bir dəqiqə. Query console edildi, düzdür? Düz, tamam. Users, name, password, başqa hiçbir şey yoxdur. Email zat. Biz deyəsən, Laravel learn'də users'a baxın bir dənə. Silmişik biz. Normalda email olmalıydı axı. Çox maraqlıdır. Bir dəqiqə baxın mən. Laravel migration'sa. Şey maraqlı deyə mənə. Bizə həmişə default olaraq email deyə bir migration'da şey gəlir. Hadi gəlib də. Bəs mən select eləyəndə çıxmır. Silmişəm mən users'ı. Email'ı. Hansı migration'da? Yox, silməmişəm. Laravel learn users table'ı. Email niyə görsənmir burada? Çox qəribədir. Tamam, nəsə. Name, password əlavə eləyək. Value'sa yazaq. Biraz özüm şoka düşdüm. Yazaq bura Şahmar, parol 1, 2, 3, 4, 5, 6. O birislər məncə nullable dəyərdir. İndi görə error atsa biləcəyik. Okey, error atmadı. Okey, gəldi datamız bura. Tutaq indi kateqoriya isə də neyniyək? Bütün kateqoriyaları select eləyirəm. Bura created by hamısını atıram. Ki, hamısını atmayaq da. Bir dənə də gəlin user əlavə eləyək. Murad. Okey. İndi bəzi kateqoriya yaratıcısı mən olum. Bu Murad olsun, Murad olsun. Insert eləyirəm. Okey, vəsə. İndi biz neynirik? Select ulduz from kateqoriyası yazıram. Mən istəyirəm ki, kateqoriyanın join eləyim usersə. Necə eləyirdik? Inner join var, left join var. Gəl inner join eləyək. Və buraya yazıram table'ın adını users. Və users'də bir dənə alias verirəm as u. Kateqoriyasında alias verirəm as c. Sonra u'dakı bizə lazımdır id bərabər olsun c-dakı created by. Select eləyədim hər şeyi. Baxın gəldi. Bütün hamısı. İndi xüsusi bir dəyər istəsəm nə edərəm? Buraya yazaram id. ID yox, neyin id'si? Kateqoriyanın id'si. Kateqoriyanın name'i. Bir də istəyirəm ki, user'in adı. Vəsə, qutardı getdi. Bax, bunları gətirdim. Bəs yaxşı. Bu boyda kodu. Bu cürünə kodu gəlin səliqəyə salaq. Bu cürünə kodu mən necə yazaram? ORM-də. Yəni Laravel'in bu modellərində. Select bilirik, from'u bilirik. Super. Gəlin elə ora qədərini yazaq. Constraint var idi nəsə. Join eləyirdi o deyəsən bizdə. Nə var idi? Constraint idi nəsə dərsdə keçmiş. Constraint bunu deyirsənsə gözlə. O foreign key'dir. Bu foreign key verir ki, bu create by hansı table'a bağlıdır, users table'ına bağlıdır. Bu cümlə. Debug constraint. Hətta biz burada bir dənə users yazmışıq. Biz vergül qoyub users'də hansı kolma bağlıdır, id yaza bilərik. Prosta niyə yazmadıq keçən dərs? Sən constraint metodunun üstünə klik eləsən, görərsən ki, yazmasan default id verir zaten yəni. Bu cürlə. Tamam. Bunu bağlayırıq. Getdik nəyə? Yazırıq categories. Nə yazılıb? Bax burada. Select from categories. Gəlin neyək? Gəlin onu yazaq birinci. Category, query. From da bilirik. Category as c. Sonra hər şeyi gətirə də bilirik. Get yazırıq. Yəni fetch all eləsin. Sonra select'i də bilirik. Select'e nə yazırıq? C.id istəyirdim mən sizdən.
c.name bir də u.name. Bunu da yazdıq. Все. Neyimiz qaldı bizim? Join qaldı. Düzdür? Çünki bunu bu arada run eləsiz error atacaq. Erroru da gəlin göstərim sizə. Baxın SQL errorunu görün nə qəşəng atdı. Column not found. u.name. u.name adını bir column tapa bilmirəm. Heç u adında bir alias yoxdur, yəni. Tamam. Join üçün bizim join adlı bir metodumuz var. Bax, join yazdım. Burada çoxu joinlər gəldi. Left join var, join sub var. Bu subquery-yə aiddir. Hələ ki bizim onunla işimiz yoxdur. Bir də right join var. Heç işlədən olurmu? Çox maraqlıdır right join-i. Belə. Join-i işlədə gəlin. Çünki biz inner join istəyiriksə sadə join yazırıq. Yaxşı. Join sözü üstə klik edirəm. Gəlin görək join-in bizim istədiyi parametrlər nələrdir. Birinci parametri bizə table-ın adıdır. Table-mızın adı bizə users-dir. Biz buna alias vermək istəyiriksə as u yazırıq. Okay. İkinci parametrimiz isə bizim bax burada 10 sözündən sonradır. Deyir ki, hansı şərtlə sən birləşdirirsən. u.id vergül, ikinci isə c.createBy. Всё, qutardı getdi. Baxın, mən yazdım 3 dənə parametr. Table, birləşmə şərti bu, buna bərabər olsun. Qutardı getdi. Və gəlin indi run eləyək, ekrana gətirək. Baxın, gəldi. Bir dəqiqə, gəlmədi. Bunu başqa alias verək. As created by. Bilirsiniz niyə? PHP-də array-də 2 dənə name varsa birini oxuyacaq. Ona görə. Created by gəldi. Şahmar, Murad. Niyə? Çünki o birisilər Murad yaratmışdı. Bu cürlə. İndi, məsələ odur ki, join şərti. İndiyə düzdür işlətməmişik. Belə bir join şərti ola bilər. Məsələn, böyükdür 4 ola bilər. Yəni, çox mənasız bir şeydir, amma tutaq ki də və yaxud da ki, and böyükdür, id böyükdür 4 ola bilər. Məsələn, bu cürlə bir şey də ola bilər. Bunun üçünsə, sırf böyükdür işarəsi istəyirsinizsə, bunun arasında bir də böyükdür yazacaqsınız. Normalda insanlar görə bilərsiniz, belə də yazırlar. U-id bərabərdir, c.createBy. Amma mən heç vaxt bunu yazmıram. Çünki bərabərdir işarəsinin yazmasızlığı işləyir yəni. Burası böyükdür, kiçikdir və s. yaza bilərsiniz və yaxud da bərabərdir yazıb bu cürlə. Bu mənim vaxtımı çox alır deyə mən bura bərabərdir işarəsini atmıram və bu cür saxlayıram. Və bir də tutaq ki bizim bir keçək kateqorisi bir created by-imiz olmasın. Məsələn bura bura null atıram. Okay. İndi bu inner join deyə animal 2 gəlməyəcək ekran. Səhifəni refresh edirəm. Bax animal 2 gəlmir. Gəlməsini də istəyirsinizsə bura left join yazacağıq. Baxın left join. Yazdıq, səhifəni refresh etdim. Bu cür nə gəldi? Qutardı getdi. İndi qaldı bizim çox xırda nüanslarımız. Bu xırda nüanslar nədir? Hələ ki ilk mərhələdə order by, limit offset, gəlin onlara baxaq. Tutaq ki, mən bunu istəyirəm gəlsin, proses istəyirəm bir dənə data gəlsin. Tutaq ki, limit yazırsınız. 5 yazmayaq, yəni 2 yazaq. Və bu da left join-dir. 3 dənə data gələcək normalda, amma limit 2 yazdım. Yəni görək nə gəlir. Səhifəni refresh edirəm, baxın ikisi gəldi. İndi məsələn istəyirəm ki, ən son yaranmış 2 dənə gəlsin məsələn. Və yaxud ən son yaranmış bir dənə data gəlsin və yaxud da 2 dənə fərq yoxdur. Yəni 2 dənə yazaq. Nə edəcəksiniz? Birinci order by eləməliyik. Order by. Bu nəyə görə order by eləyik? 2 dənə yolumuz var. ID-yə görə də eləyə bilərik. Credit at-ə görə də eləyə bilərik. Səbəbi nədir? ID onsuz da bizdə artı gedən bir şeydir. Primary key olduğu üçün auto increment və integer dəyər. Bu artı gedir. Yəni istəsəz ID-yə görə də order eləyə bilərsiniz ya da credit at-ə görə də eləyə bilərsiniz. Yəni fərq yoxdur bunların. Order by ID. Bəs yaxşı order by A-dan Z yox Z-dən. Çünki ən son yaranmış istəyirəmsə order by desk yazacaqsınız. Bu cürlə. Ya order by ya da order by desk yazırsınız. Ya bu cürlə ya da bu cürlə yazırsınız. Order by ID ascending verir. Elə belə yazsaq. Elə belə yazsaq bəli ascending verir. Descending verməsi bu cürlə yazırıq. ID yazdıq, limit 2 yazdıq, nə olur? ID-yə görə tərsinə sıralayır. Limit 2 yazsaq yuxarıdan 2 dənə, yəni ən son yaranmış 2 dənə kateqoriyanı gətirəcək. Gəlin baxaq.
Baxın 6, 5, sport, animal 2. Yəni ən son yaranmış 2 dənə gətirdi. Offset də istəsəz sadəcə bir dənə offset yazırsınız. Bu offset də pagination qurmağa kömək olur. Məsələn, deyirəm ki, bir dənəni ötür. Bu nə deməkdir bir dənəni ötür? Normalda bu refreshləməmişəm səhifəni, köhnə datadır bu. 6 və 5 gəlib. İndi bir dənəni ötür nə deməkdir? Yəni 6-nı ötür mənasına yəni çıxır. Səhifəni indi refresh atıram. Baxın 5 və 4 gəldi. Yəni yuxarıdan aşağı sıraladı. Limitdən əvvəl bir dənə offsetlə birincini ötürdü. Normalda offset sonra limit yazsaq belə daha yaxşı başa düşərsiniz ki, birinci ötürür, sonra limit deyir. 2 dənə ilə. Bu cürlə. Sonra nə keçmişdim SQL-də sizə? Group by var idi. Hə, group by. Between-i boş verin, o boş şeydir. Və ya between yazsınız, o internetdə baxarsınız. Group by. Gələk group by. Orada qəşəng nüanslar var. Burada ucu biraz qəşəng nüanslarımız var. Nədir bu nüanslar? Tutaq ki, mən istəyirəm ki, burada group by ilə nə ola bilər ki? Bizim blog MC var. Gəl bu database-ə qoşulaq. Blog var, categories var, users var. İndi gəlin buna qoşulaq. Necə qoşula bilərik buna? Heç nə, çox sadə. Nöqtə environment elə bir PHP Storm işlərsə 2 dənə shift-ə bassaz, bu sizə fayl axtarışı gətirir. Bu arada indidən deyim biləsiniz. 2 dənə shift. Faylın adını yazırsınız. Nöqtə environment, enter-ə basırsınız. Bunu niyə deyirəm sizə? Burada görürsünüz fayllar çoxaldıqca yekələ-yekələ gedir bunlar. Bunun içində gəlib nəsə axtarmaq biraz zülmdür. Ona görə nə edirsiniz? 2 dəfə shift-ə basıb faylın adını yazıb promoya gedə bilərsiniz. Tamam. Database-in adı yoxsa Laravel Learn qoymuşuq. Bu username, password olsa eynidir. Bunun adını qoyuruq blog MC. Всё. Avtomatik nə oldu? Bizim bu database-ə qoşulur. Bəs gəlin bir dənə bunları komment ataq hər şeyə. Birdən kolon falan olmaz, error atmasın. Okay. Başlayaq indi nədən? Dolar kateqorisi bərabərdir. Ya da kateqorisi yox. Gəlin nə edək? Bunun adını ümumi bir şey qoyaq. Dolar data qoyaq. Dolar data. Okay. İndi nə yazmaq istəyirəm? Mənim bu əslində group by-ları, bloqları üzərində göstərmək istəyirəm. Blog table-da nə var? Title, description, cover image, view count, category ID, created by. Gəlin bunun üzərindən çoxlu qəşəng group by-lar çıxarda bilərik. İndi təbii ki, mən bloquma çatmaq istəyirəmsə, tez bazar bir dənə blog modeli yaratmalıyam. Da qatılırsınız yəqin ki mənə. PHP Artisan make model blog enter. Nə baş verdi? Hə, burada error var. Hə, tamam. Okay, yarandı. Bunun içində heç bir şey yazmağınıza ehtiyac yox. Sadəcə yarandı, qutardı, getdi. Table falan özü başa düşür. Gəl nə yazaq? Birinci bloqumu gətirmiyorum, hər şey gələcəkmi? Bir dənə yuxarıda use eləyim bloqu. Use blog. Okay. Query get. Hər şeyi gətirək. Gətirdik, qəşəng. Baxın, adı, başlığı, view count, category ID, create by, hər şey var. İndi gəlin, sadə sorğulardan başlayaq. Yəni, ən sadə nə ola bilər? Bir dənə mənim zaretkam azalır. Gəl onu bir dənə zaretkaya qoyum. Hə. Deməli, bu select ulduz from oldu. Niyə gəl ən sadədən başlayaq? Birinci group by qoyaq qırağa. İstəyirəm ki, bütün bloqların sadəcə, məsələn, sayını tapım. Table-umda nə qədər bloq var. Bunun SQL-i bağlayırıq, belədir. Select count ID from bu bizim bu table-a sağ click query console, hə, from blocks eləyirik, run edirəm. Bax, 5 dənə bloqum gəldi. Bunu ən sadə ORM-ni necə yazarıq? Gəlin birinci ona baxaq. Bu bizim hər şeyi gətir deməkdir. Bunun nəticəsi bir dənə olacağı üçün burada hər şeyi gətirə ehtiyac yoxdur. First yaza bilərik. Sadəcə bura yazırıq select. İndi siz bura bax count ID yazsaz bu işləmir. Niyə işləmir? Bu bizdən kolum adı gözləyir.
Səhifəni də bar refreshləsəm, error atır. Deyir count ID deyə bir mən kolum tapa bilmirəm. Nə etməlisiniz siz bunu işlədə bilmək üçün? Bura kolum adı verə bilmirik deyə, daş kolum adı vermirik deyə db deyə bir klass var. Bax, db illuminate support fasaddır. Bunu yazırsınız. Row çi deməkdir. Yəni çi sözünün mənası, yəni bizdə pişməmiş yəni. İndi bu biraz yox, burada uzun oldu. Bunu da təzədən use eləyim bura. Səliqəli görsənsin istəyirəm. db illuminate fasad db-ni yazdıq. İndi aşağı düşürəm. Bu db-ni mən sildim burada. Bu db klassını yaxşı yatsaq, başqa şeylərdə istifadə edəcəyik bunu. Okay, db row yazdım. Artıq bunun içinə bunu yazsız, qurtardı, getdi. İndi bunu başa düşür. Səhifəni refreshdirəm. Baxın, gəldi. İndi buna alias verək ki, qəşəng görsənsin. Məsələn, block count. Refreshdirəm, baxın, block count 5. Bir array qaytardı mənə. Sual varmı? Bu db ancaq countda lazım olacaq, yoxsa? Hə, bir kolum adı yazmadığın yerdə lazım olacaq. Hə, okey. Sual varmı? Yox. Okay. İndi mən istəyirəm keçək qrup baya, çünki bu sadə şeyin üstü qalmayaq. Nədir qrup bayımız? Bir dənə bunu qaytaraq ulduza. Silmədi bunu. Okay. Hər şeyi gətirdik. Yəni bir şey fikirləşək. Məsələn, burada göz kateqoriyalar var. Məsələn, 2 dənə bunun 13-dən var, bir dənə 20-dən, bir dənə 11-dən, bir dənə 8-dən var. İstəyirəm ki, bu kateqoriyaya görə qruplansın və hər kateqoriyada neçə dənə blok var, o gəlsin. Yəni, birinci bunun SQL-ni yazaq. Select, birinci ulduz from kateqorisi yazırıq. Yox, kateqorisi yox, blocks yazırıq. Və as bu yazdıq. Və bunu səliqəyə salaq. Join atıram kateqorisə. Niyə görə? Çünki kateqori adını istəyirəm. As-c on c.id bərabərdir b.kateqori id-yə. Bunu da yazdıq. Join əməliyyatımız uğurla yerinə yetdi. Və sonra nə edirik? Mən istəyirəm ki, hər kateqoriyada neçə blok var. Yəni, kateqori adını gətirməyim vacibdir. Kateqori adını gətirdim. Baxın, gəldi. Book, Moto, GPT, IT. Bu kateqoriyada bloklarım var. Bəs, amma mən istəyirəm ki, bundan qabağını say görsənsin. Nə edirik? Group by yazırıq. Group by'dan da nə yazırıq? Kateqoriyanın adına görə yazsam, əgər bir kateqoriya adına 2 dənə varsa, duplikat yarana bilər. Ona görə kateqoriya ID-də yazırıq ki, bu ikisinin kəsişməsi olsun. Və burada c.name'i də istəsəz ID-sini gətirə bilərsiniz ekrana. Okay, səhifəni run elədim, gəldi. Amma yaxşı, bu ID və adı gəldi. Bəs necə edeyim ki, mən bundan sayı da gəlsin? Çox sadə, elə bir dənə bura count blog ID yazırıq. Niyə? Çünki blogların sayı istəyirəm gəlsin. Count b, yəni b aliasının olmağı vacibdir ki, blogun sayı olsun. Əslində məncə nəticə dəyişməyəcək, o vacibdir bilməyimiz. As count yazaq, blog count yazaq, blog sayı. Всё, nə oldu? Bir dənə book, bir dənə moto, 2 dənə GPT kateqoriyası, bir dənə IT kateqoriyası. Bunu biz SQL-də yazıb təkrarladıq. Bəs yaxşı, bunu necə yazaq? Şeydə, PHP-də. Gəldik bura. Dolar data bərabərdir. Blog, query, from, blocks as b. Niyə? Çünki burada blocks as bunu yazdıq. Select yazaq. Select'də nə var? Kateqoriya ID-si, name'i. Kateqoriya ID-si, kateqoriyanın name'i. Bir də bizdə şey var idi, count. Bax bu. Bunu isə nə edirdik? Db row-da yazırdıq. Yazı gəlsin. Db row. Qutardı. Select'imiz də bu qədər. İndi mən istəyirəm ki, nə qaldı bizdə? Join group by. Ya SQL-də necə sırayla gediriksə, mən çalışıram ki, ORM-də də o sıranı bu cür tutum. Yəni əslində select-lə from-un yerini dəyişsəz, heç nə dəyişmir, sadəcə bu cür edin biləsiniz. Və bir də inner join atmışam deyə inner join yazıram. Birinci table-un adı. Table-umuzun adı categories as c-dır. İkinci də onun birləşmə şərtləri. Kateqoriyanın ID-si bizim
bloqdakı kateqori ID-yə bərabər olsun. Və bir də istəyirəm ki, qruplansın. Ox atıram. Group by sintaksik elə bu cür nədir? Group by. Və özüm boşluq atıram səliqəli görsənsin deyə, hamısını yanmayan yazmayayım deyə. Bu arada bu join-u da istəsəz səliqəli görsənsiniz, aşağı ata bilərsiniz. Yəni bu cür nədir yaza bilərsiniz. Bu tərcih məsələsidir, amma mən join-da bunu bəyənmirəm açığı. Sadəcə group by-da bəyəndim, onu group by yazdım, getdi belə. İndi group by nəyə görə? c.id c.name başqa nəsə var idi? Yox idi. Bir də mən hər şeyimi istəyirəm yazırsınız, bir dənə şeyimi, ona görə get ya da first yazırsınız. Bunu da belə 4 boşluq səliqəli olsun. Gəlin görə ekrana gələcək. Gəldi. MotoGPT kateqori. Sual varmı? Yox, aydın. Aydın. Bu da bizim group by'ımız. Hə, bir də şey də var. Tutaq ki, sizə nə keçmişdim? İl, ay, gün və s. bu cür gətirmək. Data bərabərdir block query məsələ hər şey gətir. Select və get yazırdıq və istəyirəm selectdə tutaq ki, bloqa aid hər şey gəlsin. Baxın, blocks.ulduz yazsaq görək işləyəcəkmi bu? İşləyir, okey. Bir də istəyirəm ki, ancaq il gəlsin, məsələn, ay gəlsin. Year yazırdıq. Blocks, bir dənə table dairəsi ehtiyac yoxdur. Create at məsələn, as year yazaq. As year. Okey, bunu yazdıq. Bu bizdə yenə də böyük ehtimal partlayacaq, çünki biz bura kalmadı verməmişik. Səhifəni refresh edirəm, bax deyir ki, unknown cal. Kim deyər, bunu necə yazarıq? Tıbroldan. Okay, yes, tıbrol. Baxın, hər şeyi gətirdi. Bir dənə year'ı da gətirdi. Bu blocks.ulduzun niyə nümunə kimi göstərdim? Tutaq sizə hər şey lazımdır. Bir də əlavə bu da lazımdır. Siz də yazıq kimi durub bir-bir bunları yazmamaq üçün hər şeyi yazırsınız. Bir dənə də əlavə var. Tıbrol, year created as year yazırsınız. Nə olur? Bu cürlə year'ı gəlir. Və yaxud da month, date və s. nə istəyirsiniz yaza bilərsiniz. Okay. Sonra SQL-də nə var idi? Kimlə xatırlayırsın? Hə, Having zat var idi orada. having. Gələ bu biz bunu komment atım. Bundan nəticə gəlirdi, gözə baxım. Hə, məsələn tutaq istəyirəm ki, bu having-i bilirsiniz də aggregate-ə əsasən işlədirlər. Mən istəyirəm ki, məsələn sayı birdən çox olanlar gəlsin. Sən bunu V-ə yaza bilməzsən. Yəni count böyükdür biri bura yaza bilməzsən. Having-i necə yazırıq? Having mən təzə açdım. Nədir bizdə bu? Block countdur, düzdür? Böyükdür. Where ilə eyni sintaksisdir yəni. Böyükdür 1 məsələn. Birdən böyüklər gəlsin. Səhifəni refresh edirəm, baxın. Ancaq GPT gəldi. Nə oldu? Having-ə block count böyükdür 1 yazdıq. Bu cür. Su məncə. Başqa. Bir də. Truncate qaldı deyirsən. O da rahat tənə deyirsən. Truncate əslində burada eləmirik. Eləsək belə də block deyəsən query truncate yazsız olur yəni. Bunu eləməyək indi. Bunu refreshləməyim səhifə. Qalsın da var. Sonra nə var bizdə? Bunlar okeydirsə, bunları onsuz da bu sadəcə tanış elədim bunları sizə. Heç bir əzbərləməyə ehtiyac yoxdur. SQL-in ağlınıza gəlsə, onu metod kimi yazın, görəcəksiniz ardında zaten. Bunun praktikasında eləyəcəyik çoxlu qabaqda. Keçdim nəyə? Belə bir anlayışımız var. Biz liboy bir datanı məsələn ən sadə yazaq bura dollar data bərabərdir. Select ulduz from məsələn hər şeyi gətir. Liboy datanı çəkəndən sonra sizcə bunun tipi array-də düzdür? Aha. Amma bu arxa fonda bizə collection deyə bir anlayış var. Collection data tipində data qaytarır. Yəni bu collection əslində arxasında bir klassdır, kitabxana deyək də, yəni Laravel'in kitabxanasıdır. Collection
bunu belə tapa bilməyəcəyik. Collection kitabxanasında bir sözlə bu arxa fonu bizdə bax new collection yazıb. Görün bu collection tapdım kitabxananı. Baxın. Demişdim axı klassda özü bir data tipdir. Yəni bizə collection data tipində bir data var qaytarır. Okay. Gəlin tanış olaq nədir bu data collection kitabxanası. Baxın, array nədir bizdə? Dataları içində çoxlu müxtəlif data tipi olan bir şeydir, qutu kimi bir şeydir. Mən sizə məsələn desəm ki, bu array-in içində nəsə axtar, siz nə edəcəksiniz? Algoritm yazmalısınız, for dövrü açacaqsınız, if açacaqsınız və s. və yaxud da bəzi array helperləri var. Məsələn, array unique, array keys, array difference, array sum, slice və s. Yenə də işiniz uzanır da, yəni nə məndə uzanır, rahat axtarış eləyə bilmirsiniz. Amma söhbət array-dən gedir ha, SQL-in başını buraxın. Ya burada get və first yazandan sonra bu SQL-dən çıxır, yəni biləsiniz. Get elədiniz ya da first elədinizsə, bundan sonrası SQL-ə aidiyyatı olmayan bir şeylərdir, deyin biləsiniz. Yaxşı, indi tutaq ki, mən sizə dedim ki, bunu get elədik, əla. Mən istəyirəm ki, ekrana ID-si məsələn birdən böyük olanlar gəlsin. Atıram. Nə edəcəksiniz? For each salacaqsınız data as $blog. Sonra if açacaqsınız ki, if id $blogun içindəki məsələn id. Məsələn 2-dən böyüklər gəlsin, istəyirsən eləməlisiniz. ID-si kiçikdirsə, bərabər 2-dən yazırsınız. Bura continue yazacaqsınız. Sonra digər halda nə yazacaqsınız? Məsələn echo $blogun adı məsələn. Nə olacaq? Bunu return eləmirəm. Səhifəni refresh edirəm. Niyə echo olmadı ekrana? Kiçikdir, bərabər 2-dirsə continue elə yazmışam. Bir dəqiqə. Bu nə qaytardı mən ekrana? 1, 2, okey. 1-ə gələcək. Continue olacaq, 2-yə gələcək. Continue olacaq. 3-də ucu ekrana gətirməliydi axı. Gözü burada return yazın. Bunu sileyim. Return. Yenə gətirmədi. Bir dəqiqə. Onda bu for'da problem var. Bəlkə bir qoyaq, yox ya. 3 var orada. 3 var idi axı. Var da yəni. Gördüm mən var. Blogun ID-si kiçikdir, bərabərsə 2-dən continue. Digər halda return blog name yazmışam. Bir dəqiqə. Dollar data as blog. Heç nə return olmur. Blogun name'i yox deyim. Üzürlü sayın. Blogun title var ya bizdə. Title, ha. Title yazıram. Gəldi. İndi söhbət niyə bura qədər gəldi? Birinci onu izah edeyim, bunu silirəm. Bizə qaytarır collection kitabxanası. Yəni bir növ buna da array kimi baxa bilərsiniz. Nə baş verir indi? Onu izah edeyim. Mənə lazımdır tutaq müxtəlif əməliyyatlar. Böyükdür, kiçikdir, bərabərdir, oxşar, o, bu. Görün nə var burada. Amma getdən sonra sözümü onu gətirirəm. Dollar data yazıb, buna baxın, ver yazı bilirəm. Bunu da return yazaq, məsələn, id böyükdür 2. Buna baxın. 3, 4, 5 gəldi. İndi deyəcəksiniz ki, bir də bura yazsam get olmur. Tamam. Bu cür nə datalar gəldi mənə. Bu indeks verdi. Bunu biz necə values eləyək? Values yazsaq, təzədən indekslər itdi. Okay, baxın 3, 4, 5 gəldi. Amma bu gedib arxa fonda SQL-lə eləmədi. Diqqətli olun. Getdən sonra siz ver yazırsınızsa, bunu gedib for each-ə salır dövrdə. Yəni baxın, basıram üstünə. Baxın this filter. Filter eləyir, filter də arxa fonda gedir, nəyisə çalışdırır, nəsə belə. Yəni nə olur? Bu gedir arxa fonda sizə array üzərində əməliyyatlara kömək olur. Siz gəlib internetdə Laravel collections yazsaz və bura onu seçək, biz də onda indi işlədiyimiz available metod. Baxın, çox qəşəng metodlar var. Average, məsələn chunk.
Yəni siz durub bir sizdən qurtarırsınız. Fora salıb average-ni tapmayın və yaxud da fora salıb count-unu tapmayın Aha. və yaxud da minimum, maksimum, ən böyük o array üzərində əməliyyat edim. Ən böyük, ən kiçik, məsələn 10 üçün. Ən sadə nümunə, bunu necəsə daha yaxşı izah edə bilərəm. Məsələn, buraya yazıram films bərabərdir. Yazıb array açırdıq. Name yazıram, məsələn, tutaq ki, Interstellar. Məsələn, IMDb yazıram. Məsələn, 8. Sonra tutaq məsələn başqa şeylər var. Davam eləməyək də. Vergül yazıram. Çoxaldıram bunları. Məsələn, bu olsun 2, bu olsun 3, bu olsun 4. Bunun IMDb'si olsun 2, 5, 10 məsələn. Okay. Baxın, siz bu özünüzün array-idir. Öz array-inizi belə collection-a çevirə bilərsiniz. Necə? Films bərabərdir. Collect deyə bir anlayış var. O var films. Bu collect nə edir arxasında? Baxın, new collection eləyir. Yəni siz durub istəsəz bura new collection da yaza bilərsiniz. Collection kitabxananın adı nə idi? Illuminate support idi deyəsəm. Dəqiq baxın. Bu collection arxa fonda. Illuminate support düz demişəm. Okay. Gedib promo ya siz new collection yaza bilərsiniz. Ya da ki promo ilə nə edə bilərsiniz? Collect yaza bilərsiniz. Bu Laravel'lə gələn funksiyadır. Bəli, Yoxsa bəli. PHP-nin Laravel'in collection. PHP-ində. Bəli, Laravel'in collection kitabxanasıdır. Okey. Aha. Bax, Laravel'in öz dokumentasiyasını oxuya bilərsiniz. İndi artıq nə oldu? Siz bu array-i gedin özünüz üçün rahat idarə eləyin. Nə mənada? Məsələn, films və ya IMDb böyükdür. Məsələn 8. Hətta böyükdür, bərabər deyən yazaq. Bunu hələlik return eləm ekrana. Və yaxud da yazıram ki most IMDb films variable mənimsətdim. Yəni bunu return eləyək. Səhifəni refresh edirəm. Baxın, Interstellar və Interstellar 4 gəldi. Yəni bu collection kitabxanasının məqsədini necə izah eləmək istəyirəm sizə? Siz bunu normal arraylərdə də işlədə bilərsiniz. Onu demək istəyirəm. Amma indi normal array qoysaq qırağa bunları. Sizə gəldi, tutaq ki, SQL-dən data var. Bu dataların tipi collection kitabxanasıdır. Bu collection kitabxanasında da Laravel sizə deyir ki, gedin, baxın, bu cür nəsə funksiyalar verirəm. Əgər for dövrü açmayıb, birbaşa bu cür nə şeylər istəsiz eləmək, birbaşa bu ilə eləyin, onsuz da mən sizə nə edəcəm? Baxın da search də var. Normalda for açıb search edirsiniz, amma bunu eləyə bilərsiniz. Deyəcəksiniz ki, bu nə zaman baş verə bilər? Tutaq çoxlu data çəkdiniz, ekranı nəsə gətirirsiniz, məsələn front tərəfdə, fronta getməmişdən əvvəl də ola bilər. Bu cür əməliyyatları işlədə bilərsiniz. Yəni işlətmək olar. Amma da durub demirsiniz, ya sizə gedin SQL-də ver yazmayın, gəlin sonra ver yazın. Bu nə olur? Milyonluq data gəlir üstünüzə düşür. Siz onu proqramlaşdırma ilə ver yazsanız, aparın tool ilə proqramı çox gec işləyəcək yəni. Bu cür. Və bu da Laravelin bir nemətlərindən biridir. Bu cür bir şey çox rahat, çox işlənən bir şeydir yəni. Bu cür. Collection. Biz əvvəl özümüz yazırdıq da kodu forla zaten. Bəli, bəli. Avtomatlaşdırır. Bugünkü dərsdə bu qədər. Rekordu saxlayaq.